Cidden ölkədə taksi həqiqətən çoxdur. Gör nə qədər taksi var. Hacı Yaqub məscidi var. Yəni ChatGPT-dən məsləhət gördü ki, bura çox gözəldir və qarpız da çıxıb artıq burada. Baxaq ki, maraqlı nə tapırıq. Böyüyün üstündə Novruz bayramı mübarək yazır. Tacikistandan videolarımı yekunlaşdırıram. İnşallah ki, Dubaydakı zəlzələ Burakda belə olmasın. Oradakı qiymətlər daha baha oldu. Beləliklə Tacikistan dağlarına gəldim və bu dağlar həqiqətən Düşənbənin mərkəzi küçələrindən ən başlıcası küçəsi burada Rudaki parkına gedir və Rudaki prospekti sayılır, küçəsi sayılır və bu cür gözəl, dünən də çəkmişdim, parkları var. Aşağıda çəkək. Və şəhərdə olan görməli məkanların çox hissəsi də bu küçəyə yaxın və bu küçənin üzərində yerləşir. Və eləcə də Samoni heykəli, Rudaki parkı, Botanika parkı hamısı bu küçənin üzərində yerləşir və Mehrod bazarı var, o da biraz içəridə olmalıdır. Görək, gedib tapa bilsəm, tapıb çəkəcəm oraları. O belə, şəhər belə sakit. İş günüdür, həftə içidir. Sakit və propkasız şəhərdir. Yəni elə bir vibe yaradır. Hələ ki propka zət görmürəm. Axşamlar bəlkə ola bilər, amma hal-hazırda yoxdur. Biz Bakıda o qədər propka öyrəşmişik ki, bizə qəribə gəlir propkasız şəhər. İlk növbədə gəldi Hacı Yaqub məscidi var. Yəni ChatGPT-dən məsləhət gördü ki, bura çox gözəldir və gəldik bura. Yəni gözəl məsciddir. Dünən mən bu məscidi çöl tərəfdən görmüşdüm. Həmin məscidi iç tərəfdən gəldim, çəkdim. Gözəldir, görüntülər gözəldir. İndi qoyacağım görüntülərlə baxarsınız. Gəlsəz namaz qılmağa, ziyarət eləməyə burada gələ bilərsiniz. Və məscidi ziyarət etdikdən sonra daha bir növbəti dayanacağım nöqtə Rudaki parkıdır. Buradan harca 300-400 metr uzaqlıqdadır və yenə də ayaqdan gedirəm. Ayaqla çünki insan gəzdikdə daha çox şey görür, daha çox şey öyrənir. Ona görə ayaqla getmək daha məsləhətdir. Və onu da bildirim ki, dünən məsələn maraqlı bir şeylə rastlaşdım. Dünən mindiyim taksiyə, bu taksidə məsələn 5 nəfər idi, 6 nəfər idi, biri mən idim, 5-i yerli cəmaat idi. Yəni oturan kimi hamı eyni vaxtda dua elədi. Hamı eyni vaxtda dua eləyəndən sonra da yola çıxdıq. Yəni duadan sonra yola çıxdıq. Yəni ümumiyyətlə yolun ortasında məsələn getdiyimiz halda vaxt tamamca hamı elə oturduğu yerdə də namaz qılır və bir anlama gəldi ki, insanlar dinə bağlıdır, dindardır və bu da İslam ölkəsi olması və İslam ölkəsi, müsəlman ölkəsi olması yəni burada hiss olunur ki, sən müsəlman bir ölkəyə gəlmisən. Və yenə çıxdım Rudaki, bayaqki Rudaki küçəsinə və üzü Rudaki parkına tərəf gedirəm. Görə orada maraqlı nəsə gözləyirmi bizi? Gözləntilərim, açığı budur, gözləntim yox idi gəldiyim zaman. Ancaq daha gözəl şəhər gördüm. Amma turistik olaraq Özbəkistan çox turistikdir. Gəldiyiniz halda Özbəkistan məncə turistikdir, gözəldir. Burada turistik heç nə yoxdur mənə görə. Sadəcə fərqli ölkə, fərqli insanlar görmək istəyirsinizsə bura gələ bilərsiniz. Ancaq gözləntimin daha üstündə, daha yaxşı çıxdı. Cidden ölkədə taksi həqiqətən çoxdur. Gör nə qədər taksi var. Bayaqki kadrda əlavə eləyəcəm, baxarsınız. Yəni taksilərin qiymətləri baha deyil. Düz istifadə hələ ki eləməmişəm, birazdan eləyəcəm. Maraqlandırım qədərilə yəni taksilərin qiyməti baha deyil. Eyni zamanda şəhərdə bu cür avtobuslar və tramvay da fəaliyyət göstərir. Mən biləni metro görmədim, açığı maraqlanmamışam. Bilmirəm metro var yoxsa yoxdur. Amma tramvay və ən çox da görürsünüz hər yer taksi. Taksi. Ay Allah, səsin Allah. Və iki tane maşınları burada çoxluq daşıyır. Ümumiyyətlə maşınların keyfiyyəti yaxşıdır. Yəni bahalı maşınlar sürürlər. Bütün taksilər bu belə iki tane maşınlardır. Bu yerdə bir də logosunu tanımadığım taksilər.
Və daha bir parklardan biri Rudaki parkına gəldi və ilk növbədə Tacikistan haqqında maraqlananda ki, düşənbədə hara gedin, birinci növbədə buranı verdilər ki, bura gedə bilərsiniz. Düz qabağında da bu cür möhtəşəm bina var. Yəqin ki, parlament binasıdır. Yəni, çox möhtəşəm görüntü var. Binaların görüntüsü çox möhtəşəmdir. Burada da böyük bir bina var. Bunun özü görüntüsü. Neyse, parka girək, park belədir və içinə daxil oluruq, görək nə var. Və beləliklə parkın içində Rudaki, yəni küçənin də adı, parkın da adını daşıdığı Rudaki tarixi şəxsiyyətdir, yəqin önəmli insandır Tacikistan tarixində, onun heykəli var və onun da dalıcan bu yanda da bayraq meydanlarıdır. Açıq ucu bezdim park çəkməkdən. Ancaq park, düzdür, parkları gözəldir, amma hər şey parkdır. İndi buradan sonra gedəcəm bazara. Nə varsa bazarda var, maraqlı dəsə bəlkə orada taparam. Mərkəzdən 1 kilometr yuxarı qalxdıqda isə bu cür həyət evləri və baxın, bura mərkəzdir, cür bina və buradan da bu cür həyət evləri açılır. Şəhərdə bir maraqlı mövzu tapmadım və gəldim bura Mexron bazarıdır. Və yəni bazarın bu cür bir şadlıq evidir. İndi içinə daxil olun, baxım görək nə maraqlı nə var. Üz görünüşü çox maraqlıdır. Yəni biz belə şadlıq evi tipli bazarlara öyrəşməmişik. İndi içinə daxil olaq, görək maraqlı nə var. Ümumiyyətlə suvenir falan almaq istəyirəm. Hamısı nəsə yadda qalsın bu ölkədən. Hələ ki heç tapamamışam. Bəlkə burada tapdım. Düşünürəm. Gedək içəri görək nə var. Və içəridə belə bir bazar, tipik bazar, şərq bazarı. Yəni şərqin üslubunda olan bir bazar. Yine quru meyvələri və belə meyvələr. Qarpız da çıxıb artıq burada. Baxaq görək maraqlı nə tapırıq. Görək maraqlı nəsə olsa çəkib göstərəcəm sizə. Və belə bir bazardır. Görüntü belə. Tipik Azərbaycanda hər bir şey satılan şeylər satılır, yəni fərqli bir şey yoxdur. Baxdım, yenə də fərqli bir nəsə olsa çəkib göstərəcəm. Belə möhtəşəm böyük bazardır. Və axır uzun axtarışdan sonra tapdım suvenir satılan dükanı. Burada həmin bazarda 3-cü mərtəbədə bir dükandır. Və burada hər cür suvenirlər var, qiymətlər isə normal. Yəni çox da ucuz deyil, normal şəkildədir. İndi yaxınında bir çəkib göstərəcəm sizə nələr var. Amma tapmaq çox üzrüm. Turistik ölkə olmadığı üçün mən suvenir dükanı tapmaq da bir çətin idi. Axır tapdım. Burada bu çoxlu dağlar olduğu üçün və dağlardan bu cür daşlar çıxır və o daşların ayrıca satışdadır. Hər cür forması var daşlardan. Bu dağlardan qaydanda yolda göstərəcəm sizə həmin dağları. Həmin dağlardan sırf bu daşları çıxarırlar. Ona görə də suvenirlər bu daşlardan daha çoxdur. Bu cür. Baxın, ayrıca sırf daşları da çıxardıb satırlar. Və beləliklə hədiyyələrimi aldım. 3 dənə maqnit və bir dənə qab. Tacikistan üstündə yazılan qab 20 manat elədir. Yəni normalda Bakıda da bu qiymətdir. Yəni çox da ucuz ölkə deyil. Və baha da ölkə deyil, normaldır. Gedək buranı da gördük. Gedək bundan sonra görə hara gedə bilirik. Tacikistanda bazardayıq hal-hazırda və çörəklərin böyüklüyünə baxıyorsunuz, görün nə budadır. Bu bizim aldığımız standart çörəklərdir, bu balacılar. Böyüklərə baxın, görün nə budadır. Bu boyda çörək bizdə satılsa alardınız. Üstündə böyle Novruz bayramımız mübarək falan yazılır. Burada böyüyün üstündə Novruz bayramımız mübarək yazılır.
Burada köhnə restoran tipi bir yerdir. Köhnə çayxana. Çayxana yazılıb, bəli, çayxana. Amma deyəsən işləmir, amma maraqlı yerdir. Belə çəkim. Görüntüsü maraqlıdır, amma işləmir mən biləli. İşləsəydə oturardıq, amma gedirəm indi Cəzənə Burakın restoranına görə orada nə var. Və son olaraq şəhəri sabah artıq tərk edirəm və son olaraq Simon heykəlinin yanına gəldim. Bura Düşənbənin simvolu sayılır, yəni simvol olaraq ən turistik yer olaraq buradır. Və bura gəldiyiniz halda yəni fotoqraflar falan, adamların çoxluğunu hiss edəcəksiniz. Yəni ən önəmli simvollarından biridir, şəhərin simvoludur. Necə Bakının simvolu Qız Qalasıdır, Düşənbənin də simvolu bax budur. İndi video kadrlarda verəcəm, baxarsınız. Və bugün və beləliklə Tacikstandan videolarımı yekunlaşdırıram. İnşallah yeni bir ölkədə görüşərim. Qısa olaraq bir də maraqlı məlumat onu verim ki, Tacikstanda dövlət dili olaraq, rəsmi olaraq Tacik dilidir və Rus dilidir. Ona görə də Rus dillilər, yəni Rus dili bilən insanlar üçün bura daha rahatdır gəzmək üçün. Yəni %70-%80% insanlar burada Rusca danışa bilir deyə daha rahat ünsiyyət qura bilərsiniz. Yəni rəsmi dövlətin dili, ikinci dili Rus dilidir. Təşəkkürlər, minnətdaram izlədiyiniz üçün çox sağ olun. Gəldi və burada qiymətləri, onu da bildirim ki, 10 somon harca 1 manat 80 qəpikdir. Özünüz hesablayın, 10'u 1 manat 80 qəpik olduğu halda qiymətlər necədir? Türk menüsüdür, Türk yeməklərdir və düz şəhərin mərkəzindədir. Bu cürdə interyeri. İndi mən ikinci mərtəbəsində var. Qiymətləri bu cürdür. Yine bildirim ki 10 somon 1 manat 80 qəpik. 2 manatdan hesablasaz, onu 2 manatdan olsa hesablayın da 6 harca 13 manat. Yəni dünyaca məşhur olan bir şəxsin restoranı üçün qiymətlər məncə normaldır. Cəzənə Burak olsa da və Daşkəndin bəlkə də ən brend restoranı sayılsa da artıq 20 dəqiqədir sifariş vermişəm Adi Kadayev. O da çoxsu dedi yoxdur, bir dedi var. Və onu da sifariş eləmişəm 20 dəqiqədə çay verib çay buz kimi oldu. Yəni həqiqətən buz kimidir. Hələ ortada heç nə yoxdur. Maraqlanan brend restoran olmaqla deyil. Yəqin ki xidməti hələ burada özü yoxdur. Bəlkə də nəzarətdən qıraqdır deyə belədir. Yəqin ki Dubaydakı Cəzənə Burakda belə olmasın. Oradakı qiymətlər daha bahadır və yəqin ki xidmətlərdə bu cür olmaz. Ya da biz Azərbaycanda və yaxud da Türkiyədə xidmətin çox yüksək səviyyədə olduğunu öyrəşmişik. Bəlkə də bizə qəribə gəlir burada. Amma qəribə gəldi, gəlmədi də. Yəni çay sifariş eləmişəmsə, o buz kimi olursa, hələ bax indi gəlir. Hardasa 25 dəqiqə sonra hələ o da gəlmir, başqa yerə getdi. Bəlkə də səhv apardı, nə bilim. Gözləyək də görək nə olur. Axır ki gəldi, Qadayev, indi dadına baxdım. Çox gözəldir, dadlıydı və çoxdan da içmirəm çay. Ümumiyyətlə xaricə çıxanda adam Türk restoranı daha çox axtarır ki, bizim ağız dadımıza daha yaxındır da. Çünki Azərbaycan restoranını çox ölkələrdə tapmaq olmur, amma Türk restoranları hər ölkədə tapmaq olur və Azərbaycanlı olaraq hər zaman xaricə çıxanda yəni Türk restoranı tapmağa çalışırıq.
Tacikistan dağlarına gəldim və bu dağlar həqiqətən ölkənin 90%-ni təşkil edir və çox gözəldir. İndi yol boyda çəkib sizə göstərəcəm. Aprel ayının ortası olsa da, əvvəli olsa da və hələ də hər tərəf qardır. Yəni çox gözəldir məncə. İndi görüntülərdə sizə bildirəcəm. Yəni Tacikistanın ən gözəl hissəsi elə bu dağlardır. Bu cür gedirik, qaranlıq, ışıq. Ümumiyyətlə dağlarda yerləşdiyi üçün bu cür tunellər çoxdur. Amma ən uzun tuneli budur. Bu təxmini olaraq 3 kilometr gedir. Bu cür dağların içi ilə 3 kilometr tunellə gedirik. Maraqlıdır. Bizdə də yəqin ki bu cür tunellər tikilir. Qarabağda, Şuşaya gedən yolda. Məncə bu cür tunellər də uzunluğu nə qədər də bilmirəm, amma bu cür tunellər bizdə də var. Wow, bak. Evet, dönün.